Salam az dostlar, hər vaxtınız xeyir olsun. Hər zaman olduğu kimi Gəncə şəhərində ən ucuz maşınlar bizdə. Bu günlərim sizlərə maşın haqqında yox, bizim dəyərli, gözəl dostumuz, əziz qardaşım Talih Əli haqqında bir dənə az da olsa rolik hazırlayıb sizlərə təqdim etmək istəyirdim. Bizim Talih qardaşımız çox gözəl meyxanaçılardır və bir neçə illərdir dostu, amma mən neçə vaxtı görmürəm. Yəqin ki, məndən də çox sizlər sevərsiniz ki, Talih Əli qardaşımızın çox gözəl meyxanalarından biri. Gələcəm yarım ağlama, nə bilim, hardadır yar, gəlmədi yar, ay sağ ol. Yəni, hələ bir neçələri var, prosto çox uzatmaq üçün, elə birbaşa qardaşımın özünə deyirəm ki, İnşallah bu gündən sonra Talih qardaşımız hər zaman həm bizim yanımızda olacaqdır, həm sizlərin yanınızda olacaqdır. İndən belə mənə söz verir ki, gözəl qardaşım. Da ancaq efirlərdə, ancaq iş başında. Da sənəti buraxma yoxdur. Bir neçə müddətdə burada yox idi, yenə də gəlib Gəncə şəhərinə, öz elinə, öz obasına, inşallah, elə hər yer öz eli, öz obası. Sadəcə olaraq uşaqlıq dostlarını burada qoyub qaçmışdır. İndi biz xahiş edirik ki, indən belə davam eləsin. Gözəl qardaşım, dəyərli qardaşım, yəqin ki, inşallah, indən belə bizi yenidən sevindirəcəksən, sənin o gözəl səsinə, sənin o gözəl kəlmələrinə indən belə qulaq atmaq lazım. Və qaçmaqla yox, ancaq efirlərdə səni görmək istəyir ki, dünənin uşaqları bu günləri çıxır özünə nəsə şibat deyəndə, nə bilim, axılına gələn mahnılar yazanda adama qıcıqlanma gəlir. Amma istəyirik ki, sənəti olan bu günlərin göstərsin. Bilirəm, bəzən dostlarımız orada bizə deyəcək ki, sən maşın satırsan, sən bu sənətkarların sənətlərini arasında gəlsən, xeyr. Mən hörmət elədiyim bir dostumuzdur, hörmət elədiyim bir sənətkardır. Ona görə, gözəl qardaşımız inşallah, yeni mahnılarımız var yəqin ki. İnşallah, mən də izləyicilərimizi salamlayıram hər birini. Elnaz mənim dəyərli qardaşımdır, 15-20 illik dostumuzdur. Elnaz sözə, sənətkara, sənətə qiymət verən oğlandır. Allah var eləsin. İnşallah təzə mahnılarımız var, kliplərimiz var, planlarımız var. İnşallah yeniliklər olmalı Allah köməklə bu yeniliklər. Elə birinci gələcək üçün birinci yanımızdadır. Əsas onu deyim ki, bu günləri iyun ayının 7-si çəkilişə başladıq, yadda saxlayın. Allah qoysa, inşallah bu gündən bizdən hər başlananı, Talih qardaşımız bizi tərəfdə sürprizlər olacaqdır. Toylarında, xeyir işlərində, inşallah hər birinizə xeyir iş, toy qismət eləsin. Allah qoysa biz tərəfdən hər zaman bir hədiyyə olaraq Talih qardaşımız sizlərə bir jest edəcək. Öpürəm sizləri. Ucuz maşınlar istəyən, ucuz və keyfiyyətli Elnaz qardaşımıza müraciət edə bilər. Yeni Gəncədə, Yarımadağın yanında. Allah sizləri var eləsin. Bu gündən hər gün bir yerdə, ya təhvü yox. Bu kadrımız axıra kimi gedəcək ki, hər gün inşallah bir yerdə. Və bu yaxınlarda onu da deyim, dəri dostlarım, maşın alverçiləri, normal maşın alverçilərinə ait meyxanamız gələcəkdir. Bax, həman oğlan Talih qardaşımız. İnşallah sizlər üçün normal alverçilər, yaxınlaşın Gəncə alverçiləri, adları bir-bir qeyd eləyək, vaxt məhduddur. Yolumuzu gözləyirəm. Öpürəm sizləri, Allah hər birinizin ruhsunu versin. Çox sağ olun mənim dəyərli qardaşım. Allah var eləsin. Bu gündən Bakıya yola salıb. Bakıda gözlə. Sağ olun.